Bu adam həyatı boyu 34.128 ədəd Big Mac burger yeyib. İnanılmaz görünsə də realdır. Söhbət Donald Gorskidən gedir. O təkcə 2023-cü ildə 728 Big Mac yeməklə dünyanın ən çox burger yeyən şəxsi kimi tanınıb. 70 yaşlı Donald Wisconsin-dəki Fond du Lac həbsxanasının keçmiş nəzarətçisidir. Həyatında ilk Big Mac burgerini 52 il əvvəl yeyib. O deyib ki, ilk dəfə dadanda özümə dedim ki, mən bunu ömrümün sonuna kimi yeyəcəm. Burger o qədər xoşuna gəlmişdi ki, adam günə 9 ədəd yeyirdi. Sonradan say 2-yə indi. Beləcə Donald səhər və şam yeməyi zamanı bir Big Mac yeyirdi. Təqaüdə çıxdıqdan sonra isə o hər gün McDonald's-a gedir, burgeri restorandaca isti-isti yeyir. Bəzən alıb evə də gətirir və deyir ki, burgerləri mikrodalğalı sobada isidib yeməyi xoşlayır. Gorski bugünə kimi yediyi burgerlərin qabını və ödəniş qəbzlərini saxlayıb. Onun adı hələ 1999-cu ildən Guinness-ə düşmüşdü. Hətta həbsxanada işlədiyi müddətdə həmkarları ona bu dırnaqarası pəhrizini pozmamaq üçün kömək edirdilər. Gorski növbədə əlavə günlər qaldıqda digər nəzarətçilər ona burger gətirirdilər. Maraqlıdır ki, Donald yeməyə Big Mac-dan başqa heç nə sifariş etmir. Deyir ki, 1984-cü ildə bircə dəfə Burger King-in Whopper'ını yedim, amma bu məni Big Mac-dan ayıra bilmədi. 34 mindən çox burger yeməsinə rəğmən adam sağlamlığının yerində olduğunu, xəstəlikdən əziyyət çəkmədiyini deyir. Yazın görək, bəs siz bir dəfəyə neçə burger yeyə bilərsiniz?